Bizi həbs etdilər. Ancaq indi Abzas Medianın başlatdığı araşdırmalar nəinki davam edir, həm də daha nüfuzlu, daha böyük auditoriyaya sahib media qurumlarında yayımlanır. Bizim qarşımızı almaq istəyirdilər, amma əks effekt verdi. İndi hökumət nümayəndələri bizi jurnalist kimi tanısa nə olacaq, tanımasa nə? Bu, Abzas Medianın direktoru Ülvi Həsənlinin məhkəmədə səsləndirdiyi son sözlərindəndir. O da medianın həbsdə olan digər əməkdaşları kimi 3-cü doğum gününü dəmir barmaqlıqlar arxasında keçirir. Ülvi Həsənli 1987-ci il avqustun 10-da Gəncə şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunsa da, bir il sonra siyasi fəaliyyətinə görə oradan uzaqlaşdırılıb. Həsənli ali təhsilini davam etdirmək üçün növbəti dəfə Azərbaycan Turizm və Menecment Universitetinə daxil olub və oranı müvəffəqiyyətlə başa vurub. O, əvvəlcə Dalğa Gənclər Hərəkatının sədri seçilib. 2011-ci ildə isə Azad Gənclik Təşkilatının təsisçisi və sədri olub. Daha sonra Mida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü olan Ülvi Həsənli eyni zamanda Demokratik Qüvvələrin Milli Şurasında da təmsil olunub. Məhkəmə qərarı olmalıdır, körlü icra vaxtı bitməyibdir. O, 2017-ci ildə səhhətinə görə hərbi xidmətdə möhləti olmasına baxmayaraq, yenidən tibbi müayinəyə çağırılıb. Xəstəxanada saxlanılaraq, ailəsinə xəbər verilmədən hərbi hissəyə aparılıb. Qanunsuz hərbi xidmətə aparılması, qeyri-insani rəftara və işgəncəyə məruz qalması ilə bağlı Bakı Hərbi Məhkəməsinə şikayət verilərək, onun prosesdə iştirakı və müstəqil tibbi ekspertiza təyin olunması tələb edilsə də, məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina edib. Bakı Apellyasiya Məhkəməsi də iş üzrə apellyasiya şikayətini rədd edib. Siyasi özbaşınalığa şərik dururlar. Ülvi Həsənli 2 dəfə parlament seçkilərinə qoşulub. 2015-ci ildə onun namizədliyi qeydə alınmayıb. Avropa Məhkəməsi Ülvi Həsənlinin də adının keçdiyi 41 nəfərin şikayəti üzrə hökuməti 239.400 avro məbləğində cərimələyib. Hökumət bu qərardan əvvəl barışıq təyin etsə də, Ülvi bununla razılaşmayıb. Belə bir biabırçı seçki prosesinə şahid oluruq hal-hazırda. 2020-ci il parlament seçkilərində Ülvinin namizədliyi qeydə alınsa da, o parlamentə buraxılmayıb. Kütləvi pozuntularla müşayiət olunan seçkidə onun rəqibi yapın namizədi Kəmaləddin Qafarov olub. O, siyasi və jurnalistika fəaliyyəti dövründə dəfələrlə təqib və təzyiqlərlə üzləşib. 2011-ci il etiraz aksiyasında saxlanılıb. Biabırçı bir dənə məhkəmə oldu, dəhşət oldu. 2 il sonra 2013-cü ilin iyulunda polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 15 sutka azadlıqdan məhrum edilib. Həsənli ittihamın qurama, qərarın isə sifarişli olduğunu bildirib. Onun apellyasiya şikayəti təmin edilməyib. 2023-cü ildə söyüdlü hadisələri ilə bağlı ABŞ səfirliyindəki aksiyanı jurnalist kimi işıqlandırarkən tutulub. Pegasus işinlə bağlı. Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabat layihəsi OSIS-YARPI apardığı araşdırma nəticəsində Azərbaycan hökumətinin Ülvi Həsənlinin telefonunu İsrailin Pegasus casus proqramı vasitəsilə 2019-cu ildən etibarən gizli şəkildə izlədiyini müəyyən edib. 2020-2021-ci illərdə jurnalist bloger Mehman Hüseynovla birlikdə Sancaq Production layihəsi üçün araşdırma videoları çəkib. 2021-ci ilin martında Novxanı qəsəbəsində çəkiliş zamanı saxlanılaraq baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə aparılıb. Saatlarla orada dindirilib. Ülvi Həsənli 2016-cı ildə Abzas Medianı təsis edib və həmin vaxtdan bəri media qurumunun rəhbəridir. Abzas Media prezident İlham Əliyev və onun ailə üzvləri, Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi Bəylər Əyyubov, DTX rəisi Əli Nağıyev və digər hökumət məmurlarının biznes imperiyaları, o cümlədən 2020-ci ildən Qarabağdakı yenidən qurma işlərində yol verilən korrupsiya halları, dövlət vəsaitinin qeyri-qanuni sərfindən bəhs edən araşdırmaları ilə tanınır. Zorakılıq eləyiblər Ülvi. Ülvi Həsənli 2023-cü il noyabrın 20-sində Abzas Media işi ilə bağlı saxlanılıb. O, saxlanılarkən polisin fiziki zorakılığına məruz qalıb və gözünün altında qançır olub. Həsənlinin sözlərinə görə saxlanılması Abzas Medianın xüsusilə Qarabağdakı bərpa işlərinə ayrılan vəsaitlər, eləcə də prezidentin ailə üzvləri və onlara yaxın məmurların şirkətləri ilə bağlı araşdırmaları ilə əlaqəlidir. O, əvvəlcə iş üzrə təqsirləndirilən digər şəxslər kimi qaçaqmalçılıqda ittiham edilib. Daha sonra cinayət işinə yeni 6 maddədə əlavə edilərək ittihamlar ağırlaşdırılıb.
2025-ci il iyunun 20-sində 9 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb. O, həbsdə olduğu müddətdə də jurnalist fəaliyyətini dayandırmayıb. Oradakı qanunsuzluqları, işgəncə faktlarını ictimailəşdirdiyi üçün dəfələrlə təcridxana rəhbərliyinin təzyiqlərinə məruz qalıb. Başqa bir dustaq onu ölümlə hədələyib. Qanunsuz həbsinə və uzaq məsafəyə köçürülməsinə etiraz olaraq aclıq aksiyası keçirib. Müxtəlif təzyiqlərə məruz qalmışam. Ülvi Həsənli 2025-ci ildə Vatslav Havel İnsan Hüquqları mükafatına namizəd seçilən 3 jurnalistdən biri olub. O, məhkəmədəki son sözündə deyib: Həbsxana bizim üçün nə cəza, nə ümidsizlik, nə də zülm ola bilər. Çünki mübarizə davam edir. Həqiqət, mənəvi üstünlük də biz tərəfdədir. Bizi cəzalandırmaq istəyənlər əmin olsun ki, biz həbsxanadan daha mütaliəli, daha güclü, daha təcrübəli çıxacağıq. Onlar başa düşməlidirlər ki, həbs jurnalistlər, siyasi məhbuslar üçün cəza yeri olmamalıdır.